Amma Allah həyatın hər saniyəsinə nəzər eləyən və sənin ləzzətin üstündə əsən, rahatlığın üstündə əsən bir varlıqdır. Baxın görün bəndən rahatdır. Nə narahat eləyir onu? Baxın görün, məsələ nə, Allahın sual verməyə ehtiyacı yoxdur. Misal üçün, ifadə eləmək üçün deyirəm. Baxın görün, bəndən ləzzət içində deyə narahatdır. Hər an ona diqqət kəsir Allah. Ona nəzər eləyir. Biz elə bir ki, Allah deyir, mənə yaxınlaş, necə olur olsun. Bəli, Allaha yaxınlaşmaq əsasdır, amma keyfiyyətli həyat olmadan Allaha yaxınlaşmaq mümkün deyil. Keyfiyyətli həyat yaşamadan Allaha yaxınlaşmaq mümkün deyil. 100 dəfə bunu deyin və yadınızda saxlayın, məni dinləyən insanlar. Din buna israr eləyir. Din bunun üzərində dayanır. Din deyir, həyatın keyfiyyətini qaldır. Bunun üçün yeməyi belə ye, bunun üçün yatmağın belə olsun, ətirdən istifa, hər şeyə bir yol qoyur ki, səni rahat yaşamağa istiqamətləndirsin. Buna çatmaq üçün yol, əsas yollardan biri təfəkkürdür, düşünməkdir, təfəkkür eləməkdir. Görün nə qəşəng hədisdir bu, İmam Sadiq əleyhissalamdan. Buyurur ki, İnnə sahibəd-din fəkkərə fəaləthu səkinə. Buyurur ki, din sahibi, yəni dindar, düşünər və onunla sakitliyə, aramlığa çatar. Təfəkkürlə aram olar, düşünməklə aram olar, sakitliyə qovuşar. Yəni, düşünməyən adam aram ola bilməz. Düşünməyən adam aram ola bilməz. Çox insanlar düşünmək istəmir, ona görə aram yaşaya bilmir. Çoxumuz dinlə test kimi davranırıq. Gəlirdi ki, filan sualıma və cavab verməyim. Sən də deyəsən geçsin, yox. Din deyir ki, dərhal sual əlində tutub qaçma kiminsə üstünə. Din deyir ki, sual yarat, sualıva cavab axtar, əyləncəli bir prosesdir, təfəkkür prosesi. Düşün, fikirləş, axtar, tap. Bu axtarışda inkişaf eləyəcəksən, həyatdan zövq alacaqsan. Bu axtarış çox önəmlidir, bu axtarış çox mühümdir. Yoxsa ki, 2 variantdan, 3 variantdan birini de mənə, ay filan ruhani, ay hacı. Mənə de, mən bilim. Bu din deyil, din deyir, axtar, araşdır. Bu din belədir ki, bunu ancaq düşünənlər başa düşür də, neyini? Düşünməyən adam bu dinin başına bəla olub və bəla olacaq. Və bugün də bəladır. Düşünməyən adamlar, ağlı gözündə olan adamlar, yaş keçdikcə neçə adamın əlindən adam dad döyür, bir də düşüncəsiz insanların. Tez qəzavət eləyən, tez ittiham eləyən, anlamaq istəməyən, düşünmək istəməyən, dərinə getmək istəməyən, nə qədər bəlalar açdılar dinin başına ki, və bugün də açmaqdadırlar, davam edirlər, sabah da yəqin belə olacaq. Bəsirətsiz, təfəkkürsüz, düşüncəsiz, tez qəzavət edib, tez nəticəyə gələn insanlar, ağılsız insanlar. Bu dini belə tərtib ediblər ki, bu din düşüncəlilərindir. Və o qədər məzlumdur ki, düşüncəsizlərin sığınacağı sayılır din, hələ ki təfəkkürdə. Biz hələ o həddə çatdıra bilməmişik dini ki, desinlər səviyyəli adamdır, yəqin dindar olar. İndi deyir, səviyyəsiz adamdır, elə dindar olar da. Belə düşüncə var cəmiyyətdə. Demirəm, əstəğfurullah, dindarların hamısı səviyyəsizdir, amma hələ ki bu fikir bizim cəmiyyətdə, dünyada belə bir fikir formu. Bəli, bunu qərəzli edənlər də var, hamısını da başa düşürük, amma elə hesab eləməyək ki, biz səbəbkar deyilik. Addım başı biz buna səbəb oluruq, bu fikrin formalaşmasına. Din və həyatın həqiqətləri təfəkkürlə dərk olunur, fikirləşməklə. Bunu ancaq belə qavramaq olur. Ən sadə həqiqətlər var, ölüm məsələn. Ölüm çox sadədir, hamı bilir ki, öləcək. Amma, bilirsiniz necədir? O qalıbdır o həqiqət qıraqda, hə? Onun sənə təsir eləmək üçün neynəmək lazımdır ki? O neytraldır da sənin, ölüm və sənə nisbətdə neytraldır, dayanıb bir həqiqət kimi. İstəyirsən o həqiqətdən təsirlənəsən düşün barəsində, başlasın sənə təsir eləməyə. Bir mövzudan düşünəndə ondan təsirlənmək olur. Təsir, hər hansı mövzu istəyirsən sənə təsir eləsin barəsində düşün. Başlayacaq sənə təsir eləməyə. Ölüm belə bir şeydir.
Ölüm haqqında düşünməklə bir həddə çatarsan ki, misal üçün dedim, ölüm. Sənin heç bir əxlaq ustadına ehtiyacın olmaz. Bu hədislər elə belə deməyib ki, kəfa bil mauti vaiza. Ölüm sənin üçün moizə eləməyə, vaiz olmağa ölüm kifayətdir. Amma bizə kifayət eləmir. Bizə gərək günlərlə danışsınlar. Hələ biz, nə üçün? Çünki düşünmürük barəsində. Düşünək ki, bizə moizə eləsin, sirlərini açsın. Məsələn, mən özümü deyim, ən çox ölüm haqda düşündüyüm vaxtlar Ramazan ayı olur. Bilməm nədəndir. Və zövq alır ölüm haqda düşünmək. Yəni adam o məqamdır. Niyə görə? Ona görə ki, bayaq dedi, mübarizə aparırsan istəklərindən, aram olursan. Aram olanda da düşünməyə fürsəti yaranır. Başlayırsan o haqda düşünməyə görürsən, o adi bir ölüm adlı həqiqətin içində yüzlərlə sirlər var. Başlayırsan sirlər açmağa. Qəribə heç dillə də gəlib burada danışmaq da olmur. Adam elə hər başa düşdüyünü danışa bilmir ki. O qədər həqiqətlər olur adam beynində ki, heç vaxt danışa bilmirsən. Sadəcə biri gördün, düşünürsən və görürsən, ölümün içindən 100 dənə mənəvi həqiqətlər ortaya çıxır. Nə gözəl sirləri var, açır sənin üçün, düşünməklə açır. Biz bilirik də öləcəyik, bəs niyə bizə kəfa bil mauti, niyə görə ölüm bizə kifayət eləmir? Çünki düşünmürük. Böyüklərin yolu belədir ki, böyüklər bizdən fərqli olaraq düşünməyə vaxt qoyublar. Vaxt qoyublar. Vaxt ayırıb ki, mən filan saatda oturub biraz düşünəcəm, sakit, hər şeyi unudacam. Günün müəyyən saati olur ki, oturur, düşünür, fikirləşməyə sərf eləyir. Bax, bu xütbə var ha, bu xütbə, mən deyərdim ki, bu xütbənin faydalarından biri məlumat deyil. Bu xütbənin müsbət tərəflərindən biri bilirsiniz nədir? Həyatın səs-küyündən qopub, gəlirik bir yerdə toplaşırıq. İndi toplaşmaq hələ biraz da məhdudiyyət var. İnşallah yavaş-yavaş düzələr. Evlərdə, hər yerdə. Məsələn, bir saat vaxtda ayırmışıq ki, biz oturub hər şeyi adam qoya bilsə qırağa yaxşıdır. Bu bircə saatı. Düzdür, indi adam var, işi elədir ki, mümkün eləyə bilmir. Amma mümkün olsa əgər bir saat deyəsəm, bu mənim təfəkkür vaxtımdır. Cümə xütbəsində. Qoyasan qırağa oturasan, diqqətlə qulaq asıb düşünəsən. Məlumat, kaş mənə cəmaat deyək ki, bizə təzə söz danışma. Bildiyimiz haqda gəlib düşündür bizi. Düşündür, düşünək bir yerdə. Bir yerdə düşünə bilsək, çox şeylər əldə edə bilərik. Cümə xütbəsi düşündürə bilsə bizi, çox yaxşıdır. Hazır məlumatı vermək yox. Beyni işə sala bilsə, fikri işə sala bilsə. Əbuzərdir də, böyük adamdır da həqiqətən. İndi doğrudan da baxırsan, 4-5 adamın adı çəkilir Peyğəmbərin, bir də Əbuzərdir. 4-5 dənə seçilmiş səhabələrdən biridir də. Adam düşünür ki, necə oldu bu Əbuzər oldu? Hədislər buyurur ki, onun əsas işi Allahın işləri haqqında düşünməkdir. Yəni, düşünməklə Əbuzər oldu. Zəhmət verdi özünə, fikirləşdi, dayandı mövzuların üzərində. Bir ustad yazır kitabında, mən oxuyurdum. Deyir ki, mən oturub kitab oxuyurdum. Kitablarım doludur da, kitabxanalar bizdə olmalıdır oxumağa. Deyir, Ayətullah Bəhaəddini gəldi, deyir, gördü ki, mütaliə edirəm. Deyir, mənə dedi ki, biz də oxuyuruq, amma biraz oxuyuruq, kitabı qatlayıb qoyub düşünürük üzərində. Və çox şeylər elə kəşf edirik. Kitab adama demir. Kitab bəzən ipucu verir. Adam var, oxuyur, məlumatı doldurur beyninə, o kitabı qutarır, bunu başlayır, bunu və görürsən ki, heç nə də bilmir nəticədə. Çünki təfəkkür yoxdur, bir dənə məlumat bazasıdır ancaq. Bilmir, nəyi harada tədbiq eləmək lazımdır. Hədislə din evi yıxır, ayə ilə din evi yıxır, ayəni qoyur qarşıya, onun nahaq çıxardır, bunun nahaq çıxardır. Çünki düşünmür oxuduqlar haqqında, təfəkkür eləmir, az düşünür. Quranı Allah elə tərtib eləyib ki, düşüncəsiz başa düşülməz. Ki, zəhmət çəkib düşünsünlər. Allah Quranda açıq, şəffaf danışmır ki, onun Qurana inananlar düşüncə sahibləri olsun. Mən həmişə deyirəm, çalışaq ki, adam yetişdirəndə də belə eləyək. Düşüncəli adamlar yetişdirək. Hər şeyi onun əvəzinə deyib, mənim işim bu deyil ki, bildiyimi ötürüm cəmaata və deyim, mənim kimi düşünün.
Sən niyə görə cəmaatı özün kimi düşünməyə vadar etməlisən ki? Sən cəmaatı sadəcə düşünməyə vadar elə, həqiqət elə bir şeydir ki, düşüncə ilə tapılacaq, nigaran olma. Ev yoxdur, bir yerdə səhvə gedəcək, bir yer. Axırı gəlib düz nəticəyə çatacaq, düşüncəni işə sala bilsən. Öz düşüncəvə ötürməsən əgər. Aramlığa çatmağın da yollarından biri, rahatlığa çatmağın da yollarından biri düşüncədir. Bütün günü yoxsa yaşayaq, hadisələrə qərq olaq, düşünməyək, elə axına düşüb gedək. Fikrimiz əsarətli olmasın gərək. Bəzən də fikirləşmək istəyəndə nə edirik? Fikirləşmək istəyəndə də meylimiz istəyən şeyləri aparır. Meyl aparır, bizi istiqamət verir düşüncəmizə. Hara ki meylimiz var o haqda. Biraz hakim olaq. Düşüncəmizə bir qədər hakim olaq. Proqramımız olsun. Hətta belə bir şey deyirlər ki, düşüncələrinizi yazın ki, belə bir metod deyir hədislər. Düşüncələrinizi yazın ki, siz onda utanacaqsınız. Yazılıb da ki, mənim düşüncəmə bax, gözünün qabağına çıxır. Belə beynində oldu, ötüb ki, bir də gözləməsən bir vaxt qoy, gör sən indi bax, sakit olan kimi nə haqda düşünürsən. Görürsən ki, ancaq meylün düşüncə və istiqamət verir. Ancaq bir şey, 5 şey, 3 şey, istədiyin şeylərdir. Aramlıq təfəkkürləndir. Bir çox şeylər ki, bizi narahat edir, Allah haqqı düşünməklə həll eləyə bilərik. Bəzi şeylər var ki, bizim üçün əhəmiyyətlidir, düşünməklə bilərik ki, onlar əhəmiyyətsizdir. Belə deyim də, 15 yaşdan 20 yaşa qədər uşaqlar, misal üçün, əsasən dostbazlıq dövrüdür. Valideynlər bu vaxtda narahat olur ki, uşaq dosta bağlanır, nə olur. Hərdən mənə yazırlar ki, mən dostumdan çox asılı vəziyyətdəyəm. Həssas olurlar bir-birinə, dalaşırlar, orada niyə mənə fikir vermədim, burada niyə obursuna belə elədim, filan. Bunu mən alimlərdən öyrənmişəm. Olub neçə dəfə demişəm ki, keçəcək bu. Vaxtı var bunun. Bu dostbazlıq dövrüdür. 5-6 il 20 yaşdan sonra yavaş-yavaş başlayacaq səngiməyə, yavaş-yavaş. Görsən, başa düşmək istəmir. Deyir, yox, mən narahatam, filanam. Amma mənim dediyim söz üzərində düşünsə ki, bu keçəcək bir gün və güləcəksən öz bağlılıqları var, onda daha tez əlac eləyər insan düşünməklə. Daha tez əlac eləyər. Fikirləşsə ki, sabah bugün bağlandığı şeyə güləcək. Necə ki, biz gülmürük uşağa. Uşaq, məsələn, oyuncaq üçün necə dava verir? Mənə maşın al, hə? Sən üçün nə qədərsə gülürsən də uşağa. Və bütün həyat belədir, bilirsiniz? Niyə görə ancaq ona gülürsən? Özünə də gül. Sən də onun günündəsən. Onun günündəsən, həyatda elə hər şey gülməlidir. Sən bütün o təmərküzləşdiyin, əhəmiyyət verdiyin şey. Onlar ki, dalaşırıq ki, məsələn, mən başçı mən olacağım, bir-biri ilə uşaqlar. Məsələn, kuruqa bölünürlər, çevrədir, başçı. Sən də dalaşırsan ki, böyük mən olacağım da, həmən adamsan sən. Ondan sənin fərqin yoxdur, gülməli vəziyyətdəsən, sən də uşaq kimi. İndi sənin üçün önəmli olan nədir? Bu sualı ver. Və bir də sonra sual ver. Bu mənim üçün əhəmiyyətli nədir? İkinci sual. Əhəmiyyət müddəti nə qədərdir? Həll olacaq inanın. Nə vaxta qədər əhəmiyyətli ola biləcək? Nə vaxta qədər əhəmiyyətli ola biləcək? Nə vaxt bitəcək? Bunu özün düşünməsən, mən danışsam, sözüm şuar kimi görünəcək. Birisi kənardan bunu deyəndə şuar kimi görünür. O gün haqda düşün ki, nəsə sənə önəmli oldusa, düşün ki, bu bir gün mənim üçün önəmli olmayacaq, indidən önəmli olmaz.